Salam, burada suallar yükləmək üçün müəllim panelinə daxil olursunuz. Mən müəllim panelinə daxil olmaq üçün nümunə email yazmışam. Müəllim panelinə daxil olduqdan sonra sual əlavə et düyməsinə vururuq. Burada sualları yükləmək üçündür. Mən 5 dənə suallıq ədəbiyyat sualı yerləşdirəcəm bura. Sualları bu şəkildə bura yapışdırdıqdan sonra cədvələ çevir elədikdə suallar bazaya göndərilmək üçün hazırlanır. Və yuxarıda fənn daxil edin yerinə hansı fənni tədris edirsinizsə, həmin fənnin adını yazırsınız. Mövzu yerinə də istəsəz mövzunu yaza bilərsiniz, istəsəz dərs olaraq da yaza bilərsiniz. Daha sonra burada düzgün cavabları qeyd eləyəcəm. Birinci düzgün cavab B, ikinci C, 3A, 4A, 5-də 5 şəkildə düzgün cavabları qeyd edirik. Burada göndər düyməsini klik etdikdən sonra bir qədər gözləyin. Çünki sualların çoxluğu ilə bağlı ola bilər ki, bu bildirim biraz gec çıxa bilər. Və siz ona çox vurduqca suallar daha çox göndəriləcək. Mən indi digər mövzularla bağlı sualları da yerləşdirəcəm. Və sualları yüklədikdən sonra sual bazasına daxil oluruq. Burada yüklədiyimiz sualların hamısı görünür. Və axtarış yerində istəsək sualların belə deyim, mətninə görə, variantlara görə sualları axtarış edə bilərik. Yəni burada nə söz yazsaq, aşağıdakı sual bazasında olan həmin mətni irəliyə çəkəcək və onun üzərində istənilən düzəliş edə bilərsiniz. Həmçinin də silə bilərsiniz həmin sualı. Ətraflı izah eləmək üçün videonun linkinə belə deyim, nümunə bir bazada yükləyəcəm. İstəyən olarsa o şəkildə də istifadə edib yoxlaya bilər. Bu hissə ancaq müəllimlər üçündür. Buna tələbələr giriş edə bilmir. Burada qələm işarəsinə vurub istənilən sualın üzərində düzəliş edə bilər. Həmçinin düzgün cavabı dəyişdirə bilərik. Və yadda saxlaya elədiyimiz zaman həmin sual dəyişilir. Və zibil qabı işarəsinə vurduqda isə müvafiq olaraq həmin sualı silir bazadan və o sual sınaqlarda görünmür.